Salam, sabahınız xeyir. Bugün əmmim oğlu Esəbə ilə birlikdə 5 aylığa son qoymaq istəyirik. İş axtarmağa çıxmışıq və yeni yerlərə sivayətmişik. Oradan çağırıblar və yaxın etəcəyik. Amma səhv edərlərsə avtobusa görə biz vaxtını işə çata bilməyirik. Artıq 1 saat gözləyirik. 2000 years later. Bəli, gözlənilən an gəldi. 1 saat yarımdan sonra marşrut gəldi. Marşrutu gözləyə qədər bir full alıb içəyə gedik. Necə deyirlər, full iç, full yaşa. Amma bu yaşayış deyil həqiqətən. Marşruta da kimsə sarımsaq qoyub, birdən boğulur indi. Bəli, yaxınlaşdıq məşğula. Dedilər ki, sistem işləmir. Yarım saat gözləyin, artıq 3 saatı gözləyirik. Dedilər, böyüyün sözünə qulaq asmayan böylə qalar. Doğrudan dedim, şeydən çıxanda dedilər ki, corab giyin, özümü göstərmək üçün corab giyinmirdim, giyinmədim daha doğrusu. Və ayağım doğur, buna görə getdik çay içdik.